Allah bir yuxu göndərsə bəlkə əbədiyyatım, beşikdə laylalarla başlayıb iyrənc həyatım. Son ümid söz yazıram acizanə bir təblə, mən özüm qalmayacam, bəlkə qaldı ədəbiyyatım. Bildiyin ən böyük dağın başında zirvəsiyəm, elə bir kimsəsizəm, kimsəsizin kimsəsiyəm. Nə kimsəyəm, nə də zirvə, heç kimin heç nəsiyəm. Baxanda əksimə gördüm ki, mən də özgəsiyəm. Heç kimsə söyləməmişdir mənə ömrün talanar. Cisimdə canın qalar, ruh bədəndə parçalanar. Sevgini görəndən bəri ona yazıq demişəm. Axı bir his nə qədər tapdalanar, tapdalanar. Çəkilib dayanmışam aynaların qarşısında. O qədər dəyişdim ki, əvvəl olsa inanmazdım. Ümidim yoxdur bir də uşaqlığıma geri qaydan. Olsaydı 5 yaşımda ilk şeirimi yazmazdım.